Salam, gəlin bugün sizinlə birlikdə çörək bişirək. Burada 7 stəkan ələnmiş unum var. Stəkanımın ölçüsü 200 ml-dir və üzərinə 1 yemək qaşığı droş, 1 yemək qaşığı duz töküb xəmirimi yoğurmağa başlayıram. Və indi siz görəcəksiniz ki, burada mənim xəmirim bərk olmur. Onun vəziyyətini sizə göstərəcəm. Bərk eləyəndə bir neçə dəfə eləmişəm, çox qupquru çörəyim qupquru çıxıbdı. Ola bilsin sobamdandır, bilmirəm. Amma göstərəcəyim vəziyyətdə eləyəndə çox yumşaq bir çörək çıxır. İndi o vəziyyəti sizə göstərəcəm. Xəmirimizi qızlar qatdıqdan sonra acımağa qoyuruq. Acıqdıqdan sonra da kündəliyib sobamıza yerləşdirəcəyik. Əvvəl bir qaşıqla qatıram ki, biraz onu toparlasın. Sonra isə əlimlə qatıram. Baxın, bu vəziyyətdə görürsünüz, çox belə yumşaq bir xəmirdir, ələ yapışan bir xəmirdir. Bərk eləyəndə çörəyim qupquru çıxır. Amma bu vəziyyətdə eləyəndə yumşaq olur çörəyim. İndi axırda da sizə çörəyin bişmiş vəziyyətini də göstərəcəm. İndi ağzını örtüb qoyuruq acımağa. Xanımlar, budur burada artıq xəmirimiz azıyıq və mən onu kündəyə qoymuşam. Kündəyə qoymamışdan əvvəl də sobamızı alt-üst rejimdə ən yüksək dərəcədə əvvəlcədən qızdırırıq. Burada da bu vəziyyətdə sinimizin altını yağlayırıq və xəmirimizi əlimizi suya ısladaraq o tərəf bu tərəfə yayırıq da sinimizin içə qədər eləyirik. Sonra da qoyuruq bişməyə. Xanımlar, baxın, çörəyimiz çıxdı. Yumşaq, içinə də baxa bilərsiniz. Xəmir falan deyil, qəşəng yumşaq çörəkdir. İlk başda sobadan çıxartdıqdan sonra əlinizi vuranda bərk olduğunu görə bilərsiniz, amma qorxmayın, çünki 2-3 dəqiqə keçdikdən sonra çox yumşaq bir çörək alınır.